Səhər də çayımı içirəm. Baxdım ki, burada belə bir gözəl mənzərə var. Dağlar görsənmir dumanla. Aşağıda göl var deyə həmişə duman buradan gelir. Gedirmiş. Maşındakılar məni gördü. Tutandım qabağa gəlib çəkməyə. Bu da belə. İstədim sizə göstərəm. Səhərdə hazırlaşıram. Birazdan işə gedəcəm. Göstərim sizə. Hər birinizi yeni vloqumdan salamlayıram. Kanalıma xoş gəlmisiniz. Əgər vloqlarımı bəyənirsinizsə, kanalıma abunə olub dəstək olmağı unutmayın. Kadır var mı beşer? Kırı var. Əllə götürürlər. Neçə vaxt idi ki, deyirdik gedək həngəl yeyək, ancaq qismət olmurdu. Bacım bizdədi, istədi, biz də getdik. Bu gürcü həngəlləri çox ləzzətli idi, qızarmışı ümumiyyətlə dadlı idi. Bizə həmişə uşaqlıqdan deyərdilər ki, axşam xəmir yemək olmaz. İmkan tapan kimi nə vaxt oldu yeyirik. Bizdə gecə idi, artıq 9-dan sonra idi. Hardasa onun yarısı falan idi. Ondan sizin zəhmət olmasın. Heç olmasa bu acı keçər. Yandan sonra isə dedik, birbaşa evə getməyək, çıxaq biraz gəzək. Yediklərimiz heç olmasa həzm olunsun. Sen de yanımdaydın onda. Sana tapmadım Tura. Mane olurlar bana. Bu defa bunu yoxlayıram, görüm bunu necədir. Daha yaxşı.
Maşını burada durduram, pəncərə açıqdır. Belə maşınların səsi gəlir. Belə də mənzərəmiz. Saçımı quruladım. Həmişə saçımı fenləyəndən sonra otağı mütləq toz sıranlamalıyam. Özümdən asılı deyil. Bu mənim artıq vərdişimdir. Yerdə saç və toz görəndə gəzə bilmirəm. Elə bilirəm ki, ayağıma ilişir. Ona görə mütləq dedim toz sıranlayım. Sonra isə qonaq yedirik. Qardaşımgilə gedəcəyik. Gecə də orada qalacağıq. Ona görə biraz işlərimi gördüm. Tural üçün yemək hazırladım, qoydum ki, biz olmayanda isidib yeyər. Evdə olmayacağam deyə bütün işlərimi dayanmadan tez bazar gördüm. Ancaq heç bir şeyi də çəkməmişəm. Çünki hər gördüyüm işi çəksəm, özüm gecikəcəm, lap gecəyə qalacağıq. O da dayanmadan gəlinimizə zəng eləyir. Harda qaldınız? Gəlin, tez gəlin. Ona görə tez qaça-qaça işlərimi görürəm. Burada tez bazar bir dənə bu otağı toz sıranlayıram. Qablara qədər yudum, bir dənə paltarları maşına atmaq lazım idi. Onu da dedim səhər qayıdacağam. Sabah gələndə paltarları da yuyaram. Qalan işlərimi də rahat görərəm. Hamımız gedirik. Ara gəzməyə. Günayla gedirik. Səyidlə gedirik. Taksi ilə gedir bu qədər adam. Burada da gəldik. Yenə uşaqlar sushi istəyirdilər. Burada sushi zakaz verdik, yedik. Dəfə səhərimi evdə açmamışam. Mən əvvəl belə deyildim. Son illərdə hiss edirəm ki, bu məndə var. Yerimi dəyişəndə yata bilmirəm. Bir saatdan bir oyanıram, gözümü mütləq açıram, təzədən yatıram. Bura gələndən uşaqlar gəlinimizdən ancaq sushi istəyirdilər. Bu da zakaz verdi. Yeyib içib çıxıb gəldi evə. Bacım bizdədir. Lobyalı aş eləyirəm. Mən onlara gedəndə o mənim üçün eləyir. O da bizə gələndə mən onun üçün eləyirəm. Bu aşı mamam çox sevirdi. Həmişə də hazırlayırdı. Elə biz də həmişə ona görə bu aşı hazırlayırıq. Lobyanı belə suda saxlayacağım biraz, şişsin, sonra qaynadacağım. Ondan sonra da düyünü də qoyacağım suya. Hələ düyünü tezli suya qoymaq. Bu bişəndən sonra eləyəcəm onları. Bu bişməyə qoyanda düyünü qoyacağım suya. Mən həmişə aş eləyəndə düyünü suda saxlayıram, sonra qaynadırım. Gedişatı çəkməmişəm, hətta qazmağın reseptini verəcəkdim, unutmuşam. Aşı dəmə. Yağlı üstüne koydum ki geçen damaz. Necə çıxacaq. Qazımağı da var. Hafta bunları çəkmədim. Şöyle indi yadıma düşdü ki çəkməmişəm. Neçə müddətdir özümü çox narahat hiss eləyirəm və tez-tez də xəstələnməyə başlamışam. Mən çox güclü allergiya keçirtmişəm. Bronxlarımda allergiyanın fəsadları olmuşdu. Hələ də düzdür. Həkim nəzarəti ilə müalicə alıram. Bilirsiniz ki, allergiya sağalmayan bir xəstəlikdir. 4 ədəd belə başlıq götürürəm. Tez-tez grip olacaqmış kimi boğazım ağrıyır. Düşündüm ki, yenə vaxtıdır. Çünki keçən il bunu mən görmüşdüm internetdə brokolinin faydalarını. Biraz soda dökəcəm. Biraz da alma sirkəsi tökürəm. Çox adam bilir bunun nələrə xeyri var. Tərkibi sırf fol turşusudur. Biraz sonra bunu gözlədəcəm. Sonra qaynadacağıq. Gözlətdim, artıq heç bir şey də çıxmadı. Təmizdir. O deyirlər aralarında cücü olur, nə bilim nələrsə olur. Onun hamısı o xarab olanlara aiddir. Bu xarab deyil təbii ki. Bir kəsib arasında baxsaz tərtəmizi, yəni bunu yoxlamışam mən. Baxın,
tertemizdi yani. Hiçbir şeyde suya çıxmadı. Hər şeyi özləri qəsdinləşiklə çəkirlər ki, xeyirli şeylər insanların gözündən salınır. Bədəndə də fol turşusu azalanda kista, düyünlər hamısı yaranmağa başlayır. Ona görə də çalışın ki, brokolini kurs kimi istifadə eləyəsiniz. İndi qoyuram bunu qaynamağa. Şimdi bax, qapağında bağlayıram. Təxminən 4 dənə başlıq belə kəsib, üzərinə 2 stəkan su əlavə edib 10 dəqiqə qaynadırıq. Sonra isə götürüb onu stəkanda süzüb, içirik suyunu, özünü isə belə üstünə duz əlavə edib yemək olar. İnanın ki, keçən il istifadə eləyəndə davamlı yaya qədər istifadə elədim. Bəzi narahatlıqlarım, ağrılarım var idi. Hamısı keçib getdi. Qadınlar üçün də ümumiyyətlə çox xeyirlidir. Allah hamıya şəfa versin. İstədim ki, sizə də faydam toxunsun, sizinlə faydalı bildiyim, xeyrin gördüyüm bir şeyi bölüşmək istədim. Vlogumu burada yekunlaşdırıram. Növbəti vloqlarda görüşərik.